Salam, xoş gördük. İdarə olunan formalarda proqramlaşdırma ilə bağlı mövzumuzu davam etdiririk. Bu videoda keçən videomuzun davamı olacaq. Həmin videoda idarə olunan formalarda elementləri ilə tanış olduq. Gəlin, keçən dərslərimizdə yaratdığımız start bu obrabotkamızın, emalımızın formanı açaq. Formada müxtəlif sahələri obyektin rekviziti olaraq ilk əvvəl emalın özünə əlavə etdik həmin rekvizitləri, sonra onları da element sahə olaraq formanın üzərində yerləşdirdik. Hansı ki istifadəçinin qarşısında bu elementlər görsənəcək. Bunlar sahə 1, sahə 2, sahə 3 və hətta həmin dərsimizdə keçid düyməsi. Gəlin, indi hal-hazırda formadan silinib, onu qaytaraq dalam. Keçid düyməsi əlavə etmişdik və onun vidini, yəni öz üzərində dəyəri, yəni bu düymənin, bu rekvizitin tipi çislo qoymuşduq, rəqəm saxlayırdı. Və vid olaraq da həmin bu elementə, yəni formada, baxın burada vidimiz yox, vid növü, yəni həmin bu elementin polivoda yox, polipriklüçət ilə qoymuşduq. Bax bu şəkildə. Və bu düymələrin də özlərinə dəyər vermişdik və o dəyərləri seçərək müəyyən əməliyyatları belə hətta etmişdik. Və dərsin sonuna da yaxın elementin növü işarə, yəni flaşka, bayraq, bir növ işarədə qalmışdı. Baxın bu şəkildə işarə. Yəni istifadəçi tərəfdə də bunun üzərinə sıxdığımız zaman işarə seçilirdi. Yəni müəyyən bir sazlama kimi təyin edə bilirdik və yaxud da yenidən üzərinə sıxdığımız zaman işarə götürülür. İndi bu işarədən də başlayaq və davam eləyək. Onun haqqında da məlumatlarımızı əldə eləyək. Keçid düyməsini qaytaraq öz görünüşünə. Qayıdırıq bu sazlama pəncərəsinə və vid növü, flaşok yox, priklüçət seçir. İşarə düyməsi üçün, yəni elementi üçün bu formada gəlin belə eləyək. Obyektimizə, yəni emala yeni bir rekvizit əlavə eləyək. Adını da işarə qoyarıq. Yəni fərqli olsun. Bu keçid düyməsi də qalsın. Bir də yeni rekvizitimiz işarə də olsun. Adını da elə işarə şəklində də yazarıq. İşarə elementini formada, yəni rekvizitə təyin etmək üçün düzgün olar ki, işarənin tipi rəqəm sətir deyil, boolean tipində olsun. Hansı ki özündə iki dəyər saxlasın. Bu ya istina ya loş, ya doğru ya da ki yanlış. Bu səbəbdən də bunun tipini seçirik boolean. OK vururuq. Artıq bizim bu indi işarə düyməmiz, işarə bu rekvizitimizin tipi boolean oldu. Yəni özündə iki dəyər saxlayacaq. İstina və yaxud da loş. Obyekt, yəni bu obyektə rekvizit əlavə edilən kimi artıq formanın rekvizitlər pəncərəsində, baxın bu pəncərədə obyektin bu sol tərəfində olan üstəgəl işarəsini sıxsa, bu işarə rekvizitini görəcək. Hansı ki bu emala, yəni obrabotkaya əlavə etmiş. Və onu sürüşdürərək keçirdirik formaya. Baxın, indi hal-hazırda vizual olaraq da işarə, yəni elementi formada da görmüş olduq bu şəkildə. İndi etdiyimiz bu dəyişikliyi istifadəçi rejimində görmək üçün bazanı yaddaşa veririk və atlatka rejimində, istifadəçi rejimində açaq. Keçirik uçot alt sistemi, servis, start və bizim işarəmiz formadadır. İşarənin üzərinə sıxdığımız zaman işarələnir, quş qoyulur bir növ və işarəni də götürə bilir. Bunu adətən biz nədə istifadə edə bilərik bu elementi? Misal üçün müəyyən sazlamaları təyin etmək üçün. Tutaq ki, sənədimiz var, satış sənədi və satış sənədində göstərmək istəyirik ki, ƏDV məbləğə daxildir və yaxud da daxil deyil. NDS включен, yəni məbləğə daxildir. Bu işarə qoyulubsa, yəni təyin olunur. İşarə qoyulmayıbsa, deməli daxil deyil. Belə bir, yəni şərtlənmək üçün, belə bir sazlamanı, müəyyən bir filtrasiyanı təyin etmək üçün bu işarələrdən biz həmişə istifadə edə bilərik formada. Və bu özündə də iki dəyər saxlayır. Ya istina, ya loş. Gəlin belə eləyək. Hal-hazırda bu işarənin üzərinə vurduqda heç bir hadisə baş vermir. Yəni dəyişildiyi zaman bizdə hansı ki prosedurumuz var idi, izmenения. Hal-hazırda onun üçün təyin olunmur və ona müəyyən bir prosedur təyin edə bilərik. İşarə seçilən və yaxud da götürülən zaman və yaxud da qoyulan zaman hər hansı bir formada bir hadisə baş versin. Müəyyən bir əməliyyat komanda icra olunsun. Çünki hal-hazırda bu elementimiz sadəcə olaraq formada işarəni qoyub götürə bilir. Keçək konfiquratora. İşarənin dəyişildiyi zaman prosedurun, yəni təyin etmək üçün, proqram kodunu yazmaq üçün ya işarənin üzərində sağ düyməni sıxıb sabitə bölməsinə izmenения, yəni dəyişilən zaman və yaxud da bu işarə elementini seçib bu sağ tərəfdə olan sazlama pəncərəsində izmenения. Burada böyüdücü şüşə işarəsinin üzərinə sıxıb prosedurumuzu təyin edə bilər. Artıq bundan qabaqki dərslərimizdə bu haqqda, yəni bu elementlərin izmenения
izmineniyası və yaxud da komandanın bu düymələrin üzərinə sıxıldığı zaman onların prosedurlarını təyin etmişdik. Yəni bundan qabaqki videolarımızda bu haqqda danışmışıq. İşarəni seçirik. Pri izmineni. Bu işarənin lupa işarəsinin üzərinə sıxırıq. Hal-hazırda etmək istədiyimiz məsələ formanın üzərində olacaq deyə Создательная klientini qoymaq kifayət eləyir bizə. OK düyməsinə sıxırıq və formanın modulu açılır. Harda ki biz burada prosedurumuzu, yəni proqram kodumuzu yaza bilərik. Bu proseduru da Bires platforması avtomatik olaraq yaratmış oldu. Bir növ bizə kömək etmiş oldu. Yəni sıfırdan bu proseduru, yəni prosedur, onun adı, izmineniyası belə heç bir şey kod yazmır. Avtomatik olaraq bizim üçün açılır və bağlanır. Baxın bu şəkildə izmineniya bu prosedura. Hətta işarənin üzərində də sağ düyməni sıxsaq, sabitya bu şəkildə prosedur əlavə olunmuş olur. Burada da sıxsaq, həmin prosedurun içərisinə daxil olur. Elementin işarəsinin seçilib seçilməməsini yoxlamaq üçün şərt operatorundan istifadə edəcəyik. Qaydaq modula şərt operatorunu ilk əvvəl yazırıq. Yesli obyekt nöqtə və bizim işarəmiz. Obyektin, yəni formanın üzərində olan bu işarənin rekvizitinə gəlin bir daha qaydaq formaya. Buradan keçirik rekvizit bölməsinə. Baxın, obyekt özü, yəni işarə rekvizitinin dəyərini bilmək üçün, əldə etmək üçün obyekt nöqtə, yəni bu üstəgəli vursaq, rekvizitlərin siyahısı qarşımıza çıxır. Oradan da işarəyə müraciət edirik. Qaydaq proqram koduna. Yesli obyekt işarə bərabərdir istina olarsa taqda, o zaman gəlin şərt operatorunu bağlayaq. Qarşımızdakı məsələ nədir? Unutduq, qeyd eləmədik əvvəlcədən. Əgər bu işarə seçilibsə, formada bu sahələr itsin, görsənməsin. Yəni silinmək yox, bunların bir növ видимость, yəni görünüş xassəsi istina loj olsun. Yəni görsənməsin formada. Yəni bir növ gizlədi. Start düyməsinin üzərinə, üzr istəyirəm, start düyməsini yox, bu işarəni seçdiyimiz zaman. Hətta baxın biz həmin bu sahələrin bilirik ki, element olaraq onların sazlamaları, xassələri var. Видимость, пользовательский видимость, доступность, только просмотр, ancaq görsənsin, yəni dəyişiklik olunmasın. Bir də видимость. Baxın, hətta belə görsədim burada. Bu işarəni götürüb yığışdırsaq, gördünüz sahə 1 getdi buradan. Və yaxud da işarəni qoysaq, indi görəcəksiniz sahə 1 qayıdı. Baxın bu şəkil. Bunu proqram kodu vasitəsilə təyin edəcəyik. Yəni işarə seçildiyi zaman. Keçək modula. İndi formadakı elementə də müraciət etmək üçün elementi bu obyektdən, yəni formamızın elementindən istifadə edilir. Elementi nöqtə bizim formada olan bütün sahələrin, xanaların, rekvizitlərin siyahısı ipucu olaraq çıxır qarşımıza. Biz də hansıları gizlətmək istəyirik? Bu sahələri. Sahə 1, sahə 2. Baxın bunları. Seçirik sahə 1. Bir daha nöqtəni vururuq və onun sazlamaları gəlir. Baxın V hərfini yazıram. Видимость. Seçirik видимость. İndi işarə seçildiyi zaman məsələ də o idi ki, biz bu sahəni gizlədik. Onun видимостьini, yəni görünüşünü loj qoyuruq. Nöqtəli vergüldə qoymağı unutmayın. Gəlin bu sətri kopyalayaq, təkrar yazmamaq. 3 dənə sahəmiz var. 2, onun da видимости loj və 3. Bu qədər. Yəni kod kifayət elədiyində formadakı bu elementləri, bu 3 elementi gizlədəcək. Bu işarə seçildiyi zaman. Bazanı yeniləyək, yəni yaddaşa verək dəyişiklikləri və istifadəçi rejimində də açaq. Keçirik uçot alt sisteminə. Servis start. İndi işarəni seçsəm, gördüyünüz kimi formada bütün o sahələr gizlənmiş olur. Yəni bizim kodumuz belə düzgün şəkildə icra olunur. Gəlin bir daha da eləyək. Bağlayım, yenidən açım. İşarənin üzərinə sıxıram. Formada olan o elementlər gedir. Ancaq işarəni yığışdırdığım zaman onlar qayıtmır. Yəni itib geri tezdən girək, yəni bunu bağlayıb, X-in üzərinə sıxırıq, bağlayıb yenidən açmalıyıq bu şəkildə. Gəlin indi elə eləyək ki, bu işarəni qoyduqdan, itəndən sonra yığışdırdığımız zaman həmin elementlər qayıtsın. Çünki onlar silinməyib, sadəcə olaraq görünüşləri gizlənib. Yəni видимость xassəsi, görünüş biz loj elədik. Keçək konfiquratora. Yenə də işarənin dəyişildiyi zaman sabitiyası, işarə pri izmineniya, qayıdırıq kodumuza. Artıq əvvəlki dərslərdən öyrəndiyimiz şərt operatorunda inaçədən istifadə edəcəyik. Əks halda, yəni obyekt işarə seçilibsə, istinadsa, şərt ödənir, daxil olacaq, onların görünüşünü gizlədəcək. Əks halda isə, yəni işarə lojdursa, seçilməyibsə, o zaman gəlin kopyalayaq eyni kodlar. Bunları eləyirik istina. Yəni doğru, yəni видимости qaytarırıq geriyə. Baxın bu qədər kifayət eləyir. Keçək bazamızı yeniləyək və istifadəçi rejimində də
açaq. Uçot alt sistemi servis start. İndi baxın, işarəni seçirəm, siyahıdan, yəni formadan və həmin elementlər, sahələr idi. İşarəni yığışdıracağam, qayıtdılar. Qoyuram, tir, vururam, qayıdırlar. Gördüyünüz kimi bir növ işarəni həm formanın elementini əlavə etməyi öyrəndik və hətta onun dəyişildiyi zaman müəyyən bir əməliyyatı icra etdik. Müəyyən bir kodla, proqram kodu ilə formadakı elementləri gizlədə bildik. Baxın bu şəkildə. Qayıdaq konfiquratora. Burada bir məsələni də qeyd etmək istəyərdim. Hal-hazırda proqram kodumuz sətirlərin sayı hardasa 6 sətir bir kod yazır. Yəni hər elementin, yəni formada olan bu elementlərə ayrı-ayrılıqda müraciət edir. Ancaq bundan qabaqki dərsimizdə biz fikir versəydiniz, sahələr adında bir qrup yaratmışdıq element üçün. Hansı ki bizim formanın strukturunu təyin edə bilər. Sahələri yerləşdirmişdik bu qrupun içərisinə. Hətta baxın, sahələr seçildiyi zaman görürsüz, bu qrup seçilir ayrıca bu şəkildə. Bu da o deməkdir ki, bu sahələr qrupu özü bizim formamızda bir element. Yəni biz ona müraciət eləyib birbaşa bu sahənin özünü gizlədə bilərik. Yəni artıq hər sahə üçün ayrıca bir sətir kod yox. Birbaşa bunu bağlasaq, bunlar da bu sahələr də onun içində olduğu üçün, baxın bu sahələr də bunun içində olduğu üçün gizlənəcəklər. Gəlin keçək koda. Buradan götürürük bu kodların sili, onu da sili. İndi element bizdə qrupun adı necə idi? Ona bir dənə də baxaq. Bunun adı sahələr. Keçək kodumuza. Sahələr yazırıq. Ctrl saxlayıb space düyməsini vururuq. Siyahıda da qarşımıza həmin sahələr qrupun adı çıxır element olaraq. Sadəcə olaraq bunun özünü gizlədir. Gəlin bunu kopyalayıb aşağıda da istinə eləyək. İndi etdiyimiz dəyişikliyi yoxlayaq, görək nə fərq yaranır, kodumuz işləyəcək ya yox. Keçirik Uçot alt sistemi servis start. Baxaq, görək işləyir kod ya yox. Start yox, işarə düyməsini sıxırıq. Gördünüz, eyni qaydada işlədi. Yəni həmin etdiyimiz dəyişiklik necə var elə də qaldı. Amma kodumuza isə baxsaz, nə qədər kodumuzu optimal azalmış oldu. Bir kodla bu qrupun bu sahələr elementini gizlətməklə onun içərisindəkilər də gizlənmiş oldu. Baxın bu şəkildə yəni kodumuzu optimallaşdırdı. Yəni qrupun bir növ istifadə olunmasının da səmərəliliyini görmüş olduq. Həm formanın strukturunu səliqəli şəkildə salır. Daha çox belə sahələr olduğu zaman sahələri xanalara rahat axtarmağa imkan verir. Baxın bu şəkildə. Yəni bir növ işimizi rahatlaşdırır formanın elementləri ilə işlədiyimiz. Bura kimi biz formada primitiv tiplərlə demək olar işlədik. İstər bu çislo olsun onun tipi və yaxud da stroka olsun və yaxud da boolean tipi olsun. İstinad loş hansı ki özündə iki dəyəri saxlayır, doğru, yanlış. İndi isə gəlin istinad tiplərinə tanış olaq və onları yaratdığımız formada da istifadə edək. Gəlin ilk əvvəl dərinə getmədən qısaca olaraq da istinad tipi nədir? Onun haqqında qısa məlumat verək. Konfiqurator ağacında spravçnik obyektimiz var, hansı ki özündə nomenklatura, müəssisə, şöbə kimi kataloqları saxlayır. Yəni elementlər var. Bunların özü də bir obyektlərdir. Tutaq ki, indi biz bu start yaratdığımız emalda, onun formasında həmin bu spravçniklara, yəni kataloqları, onlarda saxlanılan elementləri istifadəçi tərəfdə seçmək istəyir. Onlara bir növ müraciət etmək istəyirik. Bires platformasında da bunu etmək üçün istinad tipi var. Yəni ki, bu spravçniklar, istər spravçnik olsun ümumiyyətlə və yaxud da sənədlər olsun, bu bütün konfiqurator ağacında olan obyektlərə aid. Bu obyektlərə birbaşa özünə deyil, onlara sılqa, yəni ünvan, bir növ istinaddan istifadə edə bilərik. Bunlara istinad olunan bir tipdən istifadə edərək müraciət edə bilərik. Yəni gələcəkdə də indi hər dəfə istəmirəm bu haqqda sizə belə geniş, yəni dərinliyə gedək. Sadəcə bilin ki, istinad tipi həmin bu obyektlərə bir növ biz müraciət edə biləcəyik. Onların saxladıqları, onlarda olan dəyərlərə, rekvizitlərə, məlumatları əldə edə biləcəyik bu istinad tipi vasitəsilə. Onlarda hansı dəyər saxlanılır, onları bir növ bizə əl çatan olacaq istinad tipini. Yəni biz emalımızın, obrabotkamızın içərisindən birbaşa ya nomenklatura olsun, ya müəssisə, şöbə olsun, onların seçimini eləyə biləcəyik. Bunu etmək üçün gəlin sahə 1, hansı ki onun tipi hal-hazırda çislodur, yəni rəqəmdir. Onu eləyək sılqa tipi, yəni istinad tipi. Bunun üçün ilk əvvəl keçirik obyektin özündə sahə 1-i seçib, üzərinə 2 dəfə sıxırıq və yaxud da sağ düymə svojstva. Açılan bu svojstva pəncərəsində, yəni sazlama pəncərəsində hal-hazırda onu görürsüz ki, tipi çislodur. Onu dəyişirik, açılır belə bir pəncərə tipini seçmək üçün. Keçirik spravçniklara. Gəlin nomenklaturanı seçək, məhsulları və OK üzərinə sıxırıq. Hal-hazırda gördüyünüz kimi tip spravçnik sılqa, istinad tipi. Bu dəqiqə bizim bu sahəmiz
özündə bu nomenklaturanın elementlərinin siyahısını saxlayacaq. İndi görəcəksiniz, yəni istifadəçi tərəfdə də bu necə görsənir. Hətta bazamızı yeniləyək, istifadəçi rejimində açaq. Keçirik uçot sisteminə. Buradan daxil servis, start, yaxınlaşdıraq ekranı. İndi hal-hazırda sahə 1 xanasında bu elementdə nomenklaturaya olan istinaddır. İndi выбрать из списка, baxın toxunuruq bura və показать все. Hal-hazırda görürsüz şkaf açıldı. Gəlin показать все eləyək. Gördüyünüz kimi qarşımıza nomenklaturanın siyahısı açıldı. İndi biz buradan istənilən nomenklaturanı seçə bilərik. Şkaf olsun, stol olsun, kreslo olsun, divan olsun. Yəni hətta vuraq birinin üzərinə. Sahə 1-də hal-hazırda bunu divan elementi saxlanılır hal-hazırda. Hətta burada bu işarəni də üzərinə sıxsaz, birbaşa olaraq nomenklaturanın özü də açılır. Biz bunu istinad tipi vasitəsilə edirik. Hansı ki, formada elementin, yəni bizim start obyektimizin, emalımızın sahə 1-nin tipini spravочник ссылка nomenklatura təyin etməklə. Gəlin burada aydınlaşdıraq görək bu istinad tipləri nəyimizə lazımdır. Hal-hazırda sahə 1-də bu rekvizitdə istinad spravочник olduğuna görə, spravочник tipi olduğuna görə gəlin keçək rekvizit bölməsində üstə gələ vuraq obyektlərimizi. Sahə 1-ə fikir versəz, digər sahə 2, 3 bunlardan fərqli olaraq sol tərəfində üstəgəl işarəsi var. Əgər biz bu işarəni açsaq, bütün bu nomenklaturanın baxın, məlumatlarına fikir versəz, ссылкасına, koduna, naimnovaniyasına, ölçü vahidi fikir versə, ölçü vahidinə, qiymət, fayl, bu heç, bu da hər hansı bir rekvizitdir. Bütün burada olan rekvizitlərə bizə əl çatır. Hal-hazırda sahə 1-də gördüyünüz kimi bütün həmin nomenklatura spravочникinin elementləri bizə əl çatan. Bunlarla istədiyimiz əməliyyatı apara bilərik. Məlumat əldə edə bilərik və yaxud da indi özünüz də görəcəksiniz. İndi bu haqda da qarşıda qeyd edəcək dəyişikliklərə kimi edə bilər. İndi öyrənəcəyik necə proqram kodu vasitəsilə bu spravочникdə olan elementləri birbaşa bizim bu обработка start, yəni start emalımızın içərisindən proqram kodu vasitəsilə onları dəyişə, yenisini hətta əlavə eləyə bu nomenklaturaya, hətta onları silə bilərik. Proqram kodu vasitəsilə onu öyrənəcəyik. Və bütün edəcəyimiz əməliyyatlar bu start düyməsinə bağlayar. Gəlin hətta keçək onun düymə basıldığı zaman icra olunan koduna. Burada gördüyümüz bütün kodu silək. Artıq bunları etmişik. İlk əvvəl çox sadə bir məsələni həll eləyərik. Tutaq ki, bizim qarşımıza belə bir tapşırıq qoyulur. Spravочник nomenklaturada qiymət məlumatı saxlanılır. Lazımdır ki, formada start düyməsini bastığımız zaman istifadəçinin qarşısına burada seçiləcək məhsulun qiyməti çıxsın. Bu sahə 1-də olan məhsulun qiymətini çıxardar. Həm də öyrənəcəyik ki, kod vasitəsilə həmin məhsula necə müraciət edə bilərik ki, onun qiymətini əldə edək. Bunu etmək üçün formada olan sahəmizə, yəni sahə 1-ə, rekvizitimizə müraciət etməliyik. Burada indi qarşımıza belə bir məsələ çıxır. Hal-hazırda biz start düyməsini bastığımız zaman ki, kod bu hissədən başlayacaq icra olunmağa. Na klienti biz artıq qeyd etmişdik ki, bazanın məlumatları ilə yəni işləmək olmur. Yəni bazada olan məlumatlar ancaq server tərəfdən işləyə bilər. Bu səbəbdən də na klientdə olan bu prosedurumuzun içərisindən server tərəfdə bir funksiya yazarıq ki, server tərəfdə nomenklaturanın qiymətini əldə edə bilək. Bunun üçün bir funksiya yazırıq. Funksiya adını da qoyarıq qiymətin əldə olunması. Böyük hərflə başlayır. Qiymətin əldə olunması. Mötərizələr də açıq bağlayırıq. Hansı parametr lazım olsa istifadə edə bilərik. Hal-hazırda lazım deyil. Konec funksiya ilə də funksiyamızı da bağlayırıq. Obyekti də əldə etmək üçün bu sahə 1-dən, yəni ki, istifadəçi sahə 1-in üzərinə sıxıb burada hər hansı bir nomenklaturanı seçir. Burada o seçilmiş nomenklaturanın qiymətini əldə etmək üçün müraciət edəcək obyekt.sahə və sahənin nomenklaturanın qiyməti. Çünki bu rekvizitin tipi artıq spravочник nomenklatura istinad edir. Qaydaq kodumuza yazırıq burada obyekt nöqtəni qoyuruq. Sahə 1, hansı ki burada nomenklatura istinad tipi yerləşir, yəni ссылка yerləşir. Bir daha nöqtə qiymət görürsüz. Heç nə kod yaz nöqtə qoyaraq ipucu olaraq Bires platforması qarşımıza çıxar. Qiyməti seçirik. Bu şəkildə nomenklaturanın məhsulun qiymətini əldə etmiş olduq. Hal-hazırda funksiya içərisində yazdığımıza görə əvvəlki dərslərdən öyrəndiyimiz kimi funksiya vazvrat edə bilir. Geri nəyisə qaytara bilir. Vazvratı yazırıq qabağına. Obyekt qiymət nöqtəli vergül. Deməli bu funksiya hardan çağırılsa bizə obyekt sahə 1-də olan məhsulun qiymətini qaytaracaq. Bir də burada unutmayaq, na klient
PC yox. Yəni boş qoysaq da na serveri təyin olur. Artıq bu haqda danışmışdıq keçən dərslərimizdə. Əgər kompilyasiya direktivi, prosedur və ya funksiya üçün təyin olunmasa, bu zaman susmaya görə, yəni Palm-Alchanium həmin funksiya server tərəfdə icra olunduğu göstərilir. Ancaq kodumuz səliqəli görsənsin deyə burada yazarıq ki, na serveri. Belə aydın şəkildə də görsənsin ki, bu kod server tərəfdə icra olunur. Funksiyamızın adı götürürük. Çağırırıq start düyməsi basılan hissə. Basılın burada icra olunan. Yəni start düyməsi basıldığı zaman kod daxil olacaq bura. Buradan bu da bizə server tərəfdə obyektin sahə 1-nin qiymətini artıq əlçatan olacaq server. Klient tərəfdə bunu etmək mümkün deyil. Və qaytaracaq bura. Həmin əldə olunmuş qiyməti də istifadəçinin qarşısına çıxartmaq üçün subsheet daxili, yəni platformanın daxili funksiyasından istifadə edərək çağıra bilərik. Subsheet qiymət bu şəkildə. Kod hazırdır. Yəni belə sadə, yəni giriş kodumuz hazır. Bunu test etmək üçün gəlin bazamızı yaddaşa vuraq. Görə heç bir xəta olmasın. Xəta yoxdur. Keçirik istifadəçi rejiminə. Chotal sistemi servis start. Sahə 1-də istənilən bir nomenklaturanı seçək. İlk əvvəl gəlin baxaq qiymətlərinə. Daxil olur nomenklatura. Məsəl üçün 10.000 qiymət qoyulur. Şkafı seçirik. İndi start düyməsinə vursam, yazdığımız proqram koduna əsasən qarşımıza bir bildiriş, yəni qiymət çıxmalı. Vuruq startı. Gördüyünüz kimi 10.000. Həmin nomenklaturanın qiymətini əldə etmiş oldu bu şəkildə. Yəni çox rahat. Həm də öyrəndik ki, hal-hazırda start sahə 1 rekvizitində, yəni bu elementdə onun tipi nomenklatura sıl, yəni birbaşa olaraq bizim spravçnik obyektimizin istinad saxlanır. Davam edək. İndi isə gəlin proqram kodu vasitəsilə spravçnik nomenklatura obyektinə elementləri əlavə edə bilərik. Biz bunu istifadəçi tərəfdə edə bilirdik. Keçək nomenklaturaya. Burada создать düyməsi var idi. Basırdıq və qarşımıza nomenklaturanın elementinin forması açılırdı. Burada naименование ad təyin edirdik, qiymət təyin edirdik, zakrit, zapisat, zakrit vururduq. Bu nomenklatura obyektinə bir növ elementimiz də əlavə olunurdu. Hər hansı bir məhsulu məlumat bazamızda yaradıb əlavə edirdik. İndi gəlin bunu biz proqram kodu vasitəsilə konfiquratorda kodla eləyək. Bunu etmək üçün start düyməsindən də istifadə edə bilərdik. Ancaq hal-hazırda start düyməsi istifadəçinin qarşısına yazdığımız bu giriş funksiyasında hansı ki server tərəfdən əldə edilib qiymət çıxardırdı. Onu silməyək, o da qalsın. Sadəcə olaraq keçək komanda bölməsində yeni bir düymə əlavə eləyək. Yəni fərqli olsun düymələrimiz ki, öyrənmək üçün də rahat olsun. Üstəgəl işarəsinin üzərinə sıxırıq. Komanda 1 adında komanda düyməsi əlavə olunur. Adını dəyişək. Mal əlavə et, nomenklatura yarat. Gəlin adını qoyaq nomenklatura yarat. Belə bir komanda adını qoyarıq. Bu elementi rekvizit bölməsində, rekvizit yox, hal-hazırda komanda bölməsindən sürüşdürürük. Düymələr bu qrupunun içərisinə səliqəli şəkildə. Formaya da həmin düymə element olaraq əlavə olundu. Bu düymənin basılacağı zaman nomenklaturanı yaratmaq üçün onun, yəni düymənin basılması zaman icra olunan prosedurun içərisinə daxil olar. Bunun üçün sağ düyməni sıxdıqdan sonra действие komand vururuq. Gəlin hələlik hal-hazırda qalsın создать на клиенте. İndi məsələni aydınlaşdıracaq. OK vuraq. Bizim düymə basılacağı zaman icra olunacaq prosedurumuz boş şəkildə bir platforması yaratdı bizim üçün. İndi burada bu düymə basıldığı zaman bizə lazımdır ki, yeni bir spravçnik nomenklaturanı yarada bilək. Bunu etmək üçün ilk əvvəl müraciət etməliyik nomenklatura, yəni spravçnikına. Baxın bu şəkildə spravçniki yazırıq. Nöqtə, siyahı qarşımıza açılır. Gördüyünüz kimi bütün spravçnikdə olan, kataloqda olan bütün elementlərin siyahısıdır. Seçirik nomenklatura və spravçnikin nomenklatura obyektinin tipinin belə bir metodu var. Nöqtəni vururuq. Belə metodları çoxdur. Yəni nöqtə qoyulduqdan sonra gördüyünüz kimi siyahı nə qədər böyükdür. Burada создать element. Baxın adından da bilinir. Seçirik onu. Nöqtəli vergül qoyaq. Baxın bu kod bir növ bizim üçün obyekti yaradacaq. Kod icra olunan zaman. İndi bu obyekt yarananda biz bunu hər hansı bir dəyişənə mənimsətməliyik. Bunun üçün gəlin. Fərq etmir indi biz spravçniklardır deyə. Gəlin SPR adında bir dəyişən yaradaq. Spravçnik belə onu təmsil eləsin. Bərabərdir. Bizim artıq bu kodla gördünüz. Bir dənə sadə komandası var. Elementi var. Element yaratmaq üçün metodu var. Создать element. Obyektimiz yarandı deyil. Hal-hazırda yaranıb. Yəni yaddaşda deyil, yaddaşa verməmişik hələ bazada, məlumat bazasında.
Sadəcə olaraq obyektin özü yaranır. Yəni 1S-də artıq bu obyekt mövcud olur. Bu kod icra olunan kimi. Və onu mənimsətdik bu SPR-ə. Sonra nə etməliyik? Biz bilirik ki, bizim məhsulumuzun, gəlin hətta istifadəçi rejimində keçək. Məhsulumuzun adı var, naimnavanyası var və yaxud da roditeli var. Kod bilirik ki, 1S platforması avtomatik olaraq generasiya eləyir. Bu haqqda da əvvəlki dərslərimizdə, ilk dərslərimizdə danışmışıq. Baxmamısınızsa baxa bilərsiniz. Ölçü vahidi var, qiymət var. Baxın bunları təyin etmək, doldurmalıyıq. Keçək konfiquratora. İndi yazırıq SPR. Baxın, nöqtəni vuran kimi hal-hazırda bu SPR dəyişənində bu obyekt ki yaranıb, biz artıq bu dəyişən içərisində nomenklaturanın bütün digər elementlərini, rekvizitlərini görə bilirik. İndi fikir verin. Naimnavanya yazıram. Görürsüz, naimnavanyada çıxdı məhsulun adı. Bunu əllə də yaza bilərik burada. Ancaq gəlin bu imkanı istifadəçiyə verək. Keçək formamızda hal-hazırda bizdə sahənin biri zanitdir. Bunun tipini istinad qoymuşduq. Gəlin sahə 2-də istifadəçi rejimində klientə imkan verək ki, bura ad doldursun. O ad nomenklaturaya təyin olunsun. Bunun hal-hazırda tipi rəqəm olduğuna görə bura yazı yazmaq olmayacaq. Buna görə də sahə 2-ni dəyişək. Sağ düyməni sıxıb svojstva. Açılan bu pəncərədə keçirik. Buradan straka, key vururuq. 1 saniyə bir dənə yoxlayaq indi. Bizim sahə 2-nin tipi straka oldu. Sadəcə olaraq formada vizual olaraq 0 qalır. Məncə artıq dəyişilib. İndi biz çıxıb yaddaşa versiya girsək, orada artıq burada yazı tipi olacaq. İndi 1S bizə bunu niyəsə görə rəqəm kimi göstərir. Hətta belə puçtanım seçin. Belə də eləyə bilərik. Silib tezdən də yaza bilərik. Ancaq gəlin yoxlayaq görək. Hal-hazırda bir istifadəçi tərəfdə xətamız var. Bu xətanı da eləlik yığışdıraq. Nöqtəli vergülü unutmuşuq, ona görə gəlin yeniləyək bazanı. Yenə də xəta. Baxın, xətamız da nədir? Xətamız biz. Yaxşı ki bu xəta da çıxdı, indi görmüş olacaq. Hətta baxın, xətanı yoxlamaq üçün vururuq bura. Bizə bildirir ki, переменная не определена. Bu spravочник təyin etməyib. Halbuki bu var. Yəni görürsüz bizə ipucu olaraq çıxır. Bu nə deməkdir? Əlbəttə ki, klient tərəfdə olduğumuzdur səbəb. Çünki əvvəldə də qeyd etdik ki, bazanın obyektləri ilə klient tərəfdə işləmək olmaz. Bunun üçün server tərəf olmalı idi. Bu səbəbdən də gəlin yeni bir prosedurumuzu yaradaq. Artıq biz element yaradırıq deyə bizə bir şeyin qaytarmağına ehtiyac yox. Bu səbəbdən də kopyalayaq. Belə bir prosedurumuzu yaradaq. Prosedura adını qoyuruq, mötərizat bağlayırıq. Bir də konec proseduranı da əvvəlcədən yazaq. İndi nomenklatura yarat. Buna əlavə eləyək serverdə deyək ki, server. Və bunu çağırırıq klientin içərisində. Bu kodu da artıq kopyalayırıq, götürüb qoyuruq server tərəfə ki, xəta verməsin. İndi görəcəksiniz xəta vermir. Kodu səliqəyə salaq. Bazanı yeniləyək. Görə xəta var. Yox, xəta o idi ki, klient tərəfdə məlumat bazasına müraciət etmək istəyirdi. Keçirik bura. Sahə 1-də artıq gördüyünüz kimi mətn yaza bilir. Baxın, burada yaza bilməzdi əgər rəqəm olsaydı. Hər şey düz. Bunun sadəcə olaraq bu elementimizin sahə 2-nin səbəb nədir belə görsənməyinin? Gəlin burada onu 0 qoyaq. Uzunluğu çox ola bilər. Baxın, indi bu şəkildə oldu. İndi daha doğru görsəndi. Bir yağı mənə bu ölçüdə olmağı çaşdırırdı. O da onunla əlaqədardır ki, onun uzunluğu hal-hazırda baxın 10 idi. O səbəb. İndi onu 0, yəni bu şəkildə. İndi sahə 2 bizdə bir növ ad rolu oynasın. Yəni istifadəçi burada adı yazsın və bizim yaradacağımız məhsula bu ad qoyulsun. Bunun üçün burada yazırıq obyekt. Çünki formanın obyektinə müraciət edirik. Yəni start emalımıza. Orada nöqtə sahə 2 qeyd etdiyimiz kimi bir sətirdir. Kifayət naimnavanya hal-hazırda sahə 2 mənimsənəcək kod icra olunan zaman. Sonra SPR yazırıq. Baxın, indi sadəcə olaraq ad təyin eləyək kifayət yeni məhsulumuza. Və indi hal-hazırda məhsulumuz yarandı və ona ad təyin elədik. Ancaq bu məhsul hal-hazırda bazada yaddaşda deyil. Yaddaşa da atmaq üçün bu spravочник obyektinin ki mənimsətmişik. İndi hal-hazırda bu obyekt onda saxlanılır. Nöqtəni vursaq belə bir metodu var zapisat. Yəni yaz. Adından da bilinir. Yaddaşda saxla, yazmaq. Demək olar ki, bu qısa bir kodla yeni bir nomenklatura məhsulu bazaya əlavə etmiş olacaq bizim emal vasitəsilə. Gəlin bazanı yaddaşa verək və istifadəçi tərəfdə yoxlayaq bunu. Keçirik total sistemi servis start. Hal-hazırda formada nomenklatura yarat düyməsi var. İlk əvvəl məhsulumuzun adını qoyaq. Nə məhsulu yaradırıq? Kreslo qoyaq. Yaratmamışsa kreslo qoyarıq bu şəkildə. İndi nomenklatura yarat düyməsinin üzərinə sıxan kimi bu məhsul yaranacaq. Yoxlayaq nomenklatura yarat. Yaranmış. Gəlin indi keçək nomenklatura siyahısına. Gördüyünüz kimi bizim əlavə etdiyimiz kreslo məhsul yaranmış. Baxın bu şəkildə. Hal-hazırda qiymət təyin etməmişik, ölçü vahid olan. Onları da doldura bilərdik. Adı sadəcə olaraq kreslo
kreslo bu şəkildə yaranmış olur. Yəni özünüz də baxın, heç bir çətin bir şey yox. Yəni bir spravочникdən, yəni nomenklaturanın yaradılması zamanı sadəcə olaraq metodlardan istifadə edərək создать elementlə obyekti yaratdıq və sper.naименование onun adına müraciət elədik. Həmin obyektin və obyektə adı təyin etdik sahə 2 ilə və sper записать bazada yaddaşa verdik. Burada formada bizdə sahə 3 var, burada özü rəqəmdir. Yəni qiyməti də istifadəçi doldura bilsin, yaradacağı nomenklatura. Keçək bura, düşürük aşağı, adı təyin etdik, sonra sper.qiymət bərabərdir obyekt, artıq sahə 3 istifadə eləyək. Obyekt nöqtə sahə 3. Bazamızı yeniləyək. İstifadəçi rejiminə gedək. Çot al sistemimiz servis. Start. Bir dənə də belə bir ad yaradaq. Reslo 2 qoyarıq adını. Fərq etmir, nə istəsəz yazar. Reslo 2. Qiymət də təyin eləyək. 150. Nomenklaturanı yarat. Keçək nomenklatura yoxlayaq yaranı. Baxın, Reslo 2, hətta qiyməti də 150 manat. İçərisinə də daxil olar. Görürsünüz, proqram kodu vasitəsilə spravочник elementimizi yaratdıq. Baxın bu şəkildə. Özü də görürsünüz ki, heç bir çətin bir şey yox. Məncə elementin yaranması ilə bağlı bu qədər kifayətdir. Yəqin ki, siz də bu kodları yazdısa, sizdə də alınacaq. Yəni məhsullar yeni yaranacaq. İndi gəlin keçək emalımızın vasitəsilə hər hansı bir mövcud olan bir elementi, spravочник nomenklaturalardan birini, məhsullardan birini, hansısa bir dəyərini dəyişək. Ya adını dəyişə bilərik, ya ölçü vahidini, ya qiymətini. Bunu da proqram. Burada indi biz 13 görürsüz, əllə yazdıq, dəyişdik, oldu 13. İndi bunu proqram kodu vasitəsilə eləyək. Bir növ proqramçı kimi yaratdığımız emalın içərisindən seçək məhsulu, qiymət qoyaq ona, falan başqa qiymət və bir dənə də indi düyməmiz olacaq. İndiki bu tapşırıq. Vuraq üzərinə yeni bir qiymət təyin olsun. Yəni bu şkafın qiymətini dəyişir. Şkafda hal-hazırda neçədir? 10.000. Gəlin indi bu tapşırığı əldə edək. Bunun üçün də heç bir kodumuza burada əlavə etdiyimiz heç bir şey silməyək. Ayrıca bir düymə əlavə edək. Keçirik komanda bölməsinə. Yeni bir düymə əlavə edirik. Adını qoyaq. Nomenklaturanı dəyişmək yazaq. Bu düyməni də sürüşdürürük düymələr siyahısının içərisinə. Burası bu şəkildə düşdü. Onun prosedurasını təyin etmək üçün sağ düyməni sıxırıq və aşağıda действие komanda vururuq. Burada qalsın nakliyenti. Prosedurumuzu hamısını ayrıca yazarıq. Создать nakliyent. Bu şəkildə açıldı. Gəlin əvvəlcədən də təyin eləyək. Çünki prosedurumuzu biz bilirik ki, server tərəfdə yazmalıyıq. Əgər bazadakı məlumatlarla işləyirik. Adını dəyişək. Belə bir təkrar prosedur yazırıq. Serveri bu şəkildə. Nomenklaturanı dəyişmək. Adına serverdə bu şəkildə qoyaq. Bunu çağırarıq. Bunun içi ehtiyacı yoxdur. Kopyalamışdıq, yata qalır. Qoyuruq bura. Düzəlliyə salaq. Düymə basıldığı zaman proqram kodumuz keçəcək bura və buradakı yazacağımız server tərəfdə artıq kodumuz icra olunacaq. Bu necə olunacaq? Qeyd etdiyimiz kimi sahə 1-də seçilən nomenklatura bu düymə sıxıldığı zaman biz burada olan məhsulu əldə etməliyik və onu dəyişib yenidən yaddaşda saxlamalıyıq. Bunun üçün proqram koduna qayıdaq. Burada ilk əvvəl bir dəyişən yaradaq. Yəni əldə edəcəyimiz elementi ona mənimsədə bilmək. Adını da qoyarıq nomenklatura. Nom yazarıq. Nomen belə qısa yazarıq. Nomen ya da nom qalsın, belə qısa olsun adı. Bu dəyişən. Nə istəsəz qoya bilərsiniz. Yəni bu siz ixtiyari bir ad təyin etmək olar. İndi müraciət etməliyik bizim sahəmizə, hansı ki istinad idi. O da sahə 1-də saxlanır. Nöqtə sahə 1. İndi baxın, bu istinad tipinin, yəni sılkadan biz obyektin özünü əldə etməliyik. Onun belə bir sılka tipinin metodu var. Metodların siyahısına baxırıq. Получить obyekt. Baxın, obyekti əldə et. Adından da belə rus dilində də bu şəkildə yazılır. Nöqtəli vergül qoyuruq. Artıq bizim bu nomenklaturada bu kod icra olunan kimi bu sahə 1 xanasında seçilən məhsulu əldə etmiş olduq onu. İndi burada onun adını, qiymətini rahat şəkildə dəyişə bilərik. İndi yazırıq. Yenidən bu nomu götürək. Nöqtə, baxın vurduq. Qiymət bərabərdir. Gəlin qiyməti biz harda təyin etmişdik? Sahə 3-də. Obyekt nöqtə, sahə 3-də bizim qiymət yazacağıq istifadəçi. Sonra yenidən nom nöqtə məhsulun adı üçün naименование məhsulun adı bərabərdir. Obyekt sahə 2-də də sətir tipi idi, ad yazmaq üçün. Bundan qabaq düzəltmişdik. Obyekt nöqtə sahə 2. Və bu etdiyimiz dəyişikliklər də yaddaşda qalsın deyə nom nöqtə записать yaddaşda saxlayın. Baxın bu şəkildə. Yəni məlumatı əldə edib içində dəyişə bilirik nomenklaturanı. Gəlin bazamızı yeniləyək və görək nə alınır. Keçirik 3 otal sisteminə. Start. İlk əvvəl hər hansı bir nomenklaturanı götürürük. Birinci baxaq görən nomenklaturada adı şkafdır, qiyməti də 10.000. Gəlin indi həm adını dəyişək, həm qiymətini. Yəni yeni bir element yaratmırıq. Bu yeni element yaradırdı. İndi isə
olan elementin içərikliyini, dəyərlərini dəyişəcək. Bu düyməyə basdığımız. Ad qoyaq şkaf üçün. Şkaf eləyək şkaf 2. Qiyməti də nə qədər idi? Hal-hazırda 10.000. Gəlin qiymətini də qoyaq, bahalaşdıraq. 15.000 dəyişirik qiymət. İndi bu nomenklaturanın dəyişmək düyməsinin üzərinə sıxırıq. Gəlin baxaq indi. Nomenklaturamızın adı necə oldu? Keçək. Gördünüz şkaf oldu. Şkaf 2. Qiyməti də 15.000. İçərisinə də daxil olaq. Adı oldu şkaf 2. Qiyməti də 15.000. Bu şəkildə, yəni çox asan. Yəni heç bir çətin bir şey yox. Yəni hal-hazırda bu etdiyimiz bütün əməliyyatlar tək nomenklatura aid deyil. Müəssisə üçün də bu kodla yarada bilərsiniz. Müəssisənin də bu kodla içindəki dəyərləri dəyişə bilərsiniz. Əməkdaşın misal üçün vəzifəsini dəyişə bilərsiniz. Baxın bu şəkildə. Və yaxud əməkdaş yarada bilərsiniz, vəzifəsini təyin edə bilərsiniz. Yəni eyni bu kod bütün bu spravçniklar üçün keçərlidir. Baxın indi hal-hazırda birinci bu kod vasitəsilə, funksiya, prosedur vasitəsilə yeni bir məhsul əlavə eləyirdik. Bu birisi prosedurumuz vasitəsilə olan məlumatı dəyişə bilirdik, redaktə edə bilirdik onun dəyərlərini. İndi sizə daha bir həm maraqlı, həm də vacib bir məsələni qeyd edeyim. İndi hal-hazırda sahə birimiz var idi. Bunda da istinad idi. Nomenklaturaya bir növ istinad olunur. Buradan nomenklaturanı, obyekti seçirdik sılka olaraq və onu dəyişə bilirdik. Ancaq hal elə ola bilər ki, belə bir sahə xanamız olmasın və ümumiyyətlə biz proqram kodu vasitəsilə bu cür element olmadan yenə də həmin elementi tapıb, əldə edib dəyişə bilər. Yəni bunu edə də bilməliyik. Yəni belə halda çox rast olacaq proqram kodunu yazarkən. Gələcəkdə də inşallah qismət olsa görəcəksiniz. Gəlin indi belə bir tapşırıq eləyək. Fərz eləyək ki, bizdə bu sahə yoxdur, sahə 1 və həmin şkaf 2 elementini, yəni məhsulunu tapmalıyıq və onun içini dəyişməliyik. Birbaşa kodda, yəni sahə 1 olmadan. Sahə 1 var idi, istifadəçi rahat gedib gəlin bir daha açaq, seçə bilirdi buradan. İndi fərz edirik ki, bu sahə yoxdur bizdə. Ümumiyyətlə proqram kodu ilə nomenklaturanı birbaşa dəyişək. Bu sahədə nomenklaturanı seç filan elə olmadan. Bunu necə edə bilərik proqram kodunda? Hal-hazırda obyekt, sahə, получить, baxın bu cür idi bizim kodumuz. İndi etdiyimiz. Gəlin onu kommentari etməmişdən webdən kopyalayaq. Bunu da saxlayaq ki, itməsin. Yəni necə sahədən əldə etmək üçün bu kodla. Ancaq indi isə sahə 1-i yığışdırırıq. Sahə 1-imiz yox ümumiyyətlə. Ümumiyyətlə bu obyekt yoxdur bizdə. Bizə lazımdır ki, proqram kodu vasitəsilə nomenklaturada olan elementi, şkafı tapaq və içindəki qiyməti yenə də eyni qaydada adını, qiymətini dəyişə bilir. Bunun üçün baxın, spravochniki birbaşa müraciət edirik. Spravochniki. Qeyd etdiyim kimi, istənilən elementi müəssisəyə də, şöbəyə də, əməkdaşlara bu kodumuz keçərli. Sadəcə nümunə olaraq nomenklaturanın üzərindən gedirik. Spravochniki nöqtə nomenklatura nöqtə найти по наименованию. Baxın belə bir metodu var. Və burada biz nomenklaturanın adını göndərməliyik sətr olaraq. Görürsüz, hətta burada qeyd olunur, vacibdir. Yəni bunu təyin edib göndərmək. Baxın bu straka özü də обязательно. Mötərizəni əvvəlcədən bağlayaq. Və biz burada əllə şkaf yazmalıyıq bu şəkildə. Şkaf 2 tapsın və tapdığı elementin bu metod vasitəsilə istinadı qayıdacaq bizə. Onu da mənimsədəcək bura. Lakin bunu bu şəkildə əllə yazmamaq üçün bu şkaf 2-ni. Gəlin formada baxaq. Bizdə sahə 2 var, sətr. Adını buradan götürək. Buradan təyin edərik onun üçün. Yəni indi özünüz də fikir verəcəksiniz necə rahat olacaq. Yəni obyektimiz istinad tipində obyekt yoxdur. Adı var. Adı müştəri yazıb. Burada yazaq obyekt nöqtə sahə 2. Bu sətr bir adı ora yazsın. Hal-hazırda bizdə nom bunun özündə bu metod vasitəsilə nomenklaturanın istinadı, yəni obyekti bunda mənimsəmiş olacaq. Bu istinaddan da biz baxın buradakı kimi получить obyekt vasitəsilə obyektin özünü əldə edəcəyik. Bu bizə qaytaracaq istinad tipini, yəni sılkasını. Sılkadan da onu mənimsədirik. Gəlin bunun adını indi dəyişək, qoyaq. Bu bizə qaytarır nomenklatura sılka adını qoyaq. Nomenklatura istinad qoyaq elə daha aydın olsun. İndi bu nomu bir daha buradan yaradırıq. Nomenklaturanın özü bərabərdir istinadan nöqtə baxın получить obyekt metodunu bizə yaza bilir. Bu şəkildə heç bir sahəyə müraciət etmədən bu kod vasitəsilə nomenklaturanı adına görə найти по наименованию
naimnavanию. Baxın burada bu şəkildə axtarıb tapırıq. Ya mənimsədirik buna. Buradan da obyekti əldə edirik. Bazanı yeniləyək və istifadəçi tərəfdə yoxlayaq. Görə hər şey düzdürsə, xətasız işləməlidir. Uçot sistemi. Servis, start. Artıq sahə 1-də heç bir nomenklaturanı seçməyəcəyik. Çünki kodla. Bura yazırıq. Axtarmalıdır. İndi şkaf 2 və axtarıb tapıb bir 1500 yazmışdı. Gəlin hətta baxaq görə qiyməti neçə idi. Dəqiq yadımızdan olmasın. Şkaf 2 qiymət 1500. Gəlin qaytaraq tezdən onu 15000 10000 eləyək. Servis start. İndi qiymətin dəyişib eləyəcək 10000. Gördüyünüz kimi hal-hazırda biz burada nomenklatura seçmirik. Biyağları bundan qabaq nomenklaturanı seçib dəyişmişdik. İndi isə burada proqram kodu vasitəsilə Naitipa Navanio sahə 2-də yazılan adı bura göndəririk bu parametr olaraq və o bizə həmin nomenklaturanı tap qaytaracaq. Və burada получить obyekt bu şəkildə də dəyərlərini dəyişir. Vururuq nomenklaturaya. Gəlin indi keçək görə qiymət 10000-ə düşdü ya. Gördüyünüz kimi 15000 oldu 10000. Bu şəkildə çox asan, yəni rahat şəkildə. Yəni sahə 1-dən istifadə etmədən birbaşa kodla axtarıb tapdıq məhsulu. Hətta burada unutmamışkən gəlin qayıdaq servisə. Ola bilər istifadəçi səhv yazar adını. Bu halda nə olacaq? Şkaf yəqin bizdə var idi. Ona görə də yəni yoxlayaq. Şkaf adı var bizdə. Yox. Gəlin hətta yoxlayaq onda qiyməti dəyişə bilirik ya yox. Bunun misal üçün qiyməti şkaf xəta vermir, ancaq dəyişə bilmir əslində. Hə, baxın gördünüz. Element ne vыбран. Yəni ki element seçilməyib, tapa bilmədi. Sonra şkaf 2 yazdım. Bir dənə yoxlayaq onu. Mən buranı yeniləyim. Hə, adı şkaf. Qaytardıq onun adını. Biyaqları dəyişib yaddaşa vermədən birbaşa bastım. Gəlin göstərdim səbəb nə idi. Gəlin hətta bunun adını eləyək şkaf 2. Maraqlıdır yox ya. Şkafı buradan onu seçə bilməyəcək. Şkaf 2 olmayacaq. Şkaf qoysaq, gəlin bunu əsas 20000 də vururam. Keçirik şkafın qiyməti. Yəni yeniləyək. Görsəz yenilədim, dəyişdi. Qiymət də 20000. İndi lazımdır ki, xəta eləyək. Şkaf belə bir şey yazdıq. Vursam tapmır. Çünki baxın proqram koduna burada xəta verir ki, получить obyekt eləyə bilmir. Niyə görə siz səhv adı göndərdi. O səbəbdən tapa bilmir. Belə bu şəkildə yəni sadə. Hətta o qeyd etdiyimi də gəlin eləyək. Yəni biz burada obyekt sahə 2. Yəni onu da göstərdim ki, məsələn, birbaşa olaraq şkaf yazar. Yəni ki, bu şəkildə. Yəni göstərəcəm ki, tam kodla heç o biri sahəni də istifadə etmədim. Hətta qiyməti də burada əllə yazar. Məsəl üçün 30000 qoyaq. 30000 bu şəkildə. Heç bir sahədən istifadə etməyəcək. Bazan yeniləyək. İndi fikir verin, keçirik uçot sistemi, servis start. Heç bir yeri doldurmur. Ancaq kodla. Qiyməti məhsulumuzun qiyməti hal-hazırda nə qədərdir? Şkaf 20000, indi 30000 olacaq. Fikir verin. Vururuq bura. İndi keçsək nomenklatura, bir dənə yeniləyək siyahını. Görürsünüz kimi 30000. Hətta adı silindi. Adı niyə görə silindi? Hə, sahə 2-ni ki boş buraxdıq, adını silmiş oldu. Gəlin hətta adını da buradan təyin eləyək. Bu şkaf tezdən o şkaf saxlayaq bura. Birinci adsız adını qoyaq, hər şey olsun. İndi qiymət 30000-dir. Gəlin belə eləyək. 30000 eləyək. 40000. Yəni əyani şəkildə gör. Adını da heç bir şey dəyişmir. Ancaq qiyməti dəyişir. Tam kodla olacaq. Yəni heç bir rekvizitdən, forman elementindən istifadə eləmir. Keçək baxaq ilk əvvəl. Hal-hazırda 30000-dir qiymətin bura. Servis var. Heç bir şey yazmırıq, doldurmuruq. Nomenklatura deyil. Keçək nomenklaturaya. İndi yeniləyək siyahını, abunəviç eləyək. Gördünüz 40000. Yəni məhsulun qiymətini 40000 elədik. Birbaşa kodla tam şəkildə. Yəni göstərmək istədim ki, ya formadakı elementlərdə, xanalarda yazılan adlarla, yəni orada qeyd olunanı biz biyaqları əldə edirdik. Misal üçün baxın bu şəkildə. Obyekt sahə 2 orada yazılan məlumat görürdü və yaxud da birbaşa əllə də belə bu şəkildə də yaza bilərik. Bu spravочник obyektlərlə daha nə eləyə bilərik? İlk əvvəl öyrəndik elementi yaratmağı proqram kodu vasitəsilə. Proqram kodu vasitəsilə onu dəyişməyi, hətta Naitipa Navanio bu metoddan istifadə edərək birbaşa kodla məhsulun istinadını tapıb получить obyekt edib içindəki məlumatı dəyişib zapisasiya etməyi öyrəndik. İndi hər hansı bir burada olan nomenklaturalardan məhsullardan birini silmək lazım. Gəlin onu eləyək. Bunun üçün də yeni bir komanda bölməsindən düymə əlavə eləyək. Adını da qoyaq. Nomenklaturanı silmək. Nomenklaturanı silmək. Götürək bunu, keçirdik ataq düymələri bölməsinə. Bu şəkildə düşdü. Və onun üçün də sağ düyməni sıxıb save komandı. Gəlin bu dəfə belə eləyək, rahat olsun deyə. Sadəcə çünki server tərəf, bunun biri tərəfi klientdə icra olunacaq düymənin basılmağı. İkinci tərəfi də baxın burada prosedura bir növ NAS server olacaq. Bu səbəbdən də bunu götürə bilərik rahat şəkildə. Okay. Mən seçmədim onu. Bir saniyə. Heç bir şey olmaz, tezdən yaradırıq. Buradan bunu kopyalayaq. Nomenklaturanı silmək. NAS serveri əllə yazmayaq, kopyalayaq. Silmək. Adını da yazaq serverdə bu şəkildə. Bunu da çağıraq. Komandaya ehtiyac yoxdur çünki bu bizim öz yaratdığımız prosedurdur. Düymə basıldığı zaman klient tərəfdən çağırılacaq server tərəfdən olan kod. Və burada nə edirik? Gəlin bu kodumuzu kopyalayırıq. Heç bir çox sadə bir şey. Silmək üçün də bunların heç biri lazım deyil. İlk əvvəl onu
onu əldə etməliyik. Yəni gəlin bunu belə deyək, spravçiyə. Spravçiyə yox, bu şəkildə yox. Obyekt yazırıq obyekt. Yəni elə eləyək ki, sahə 1-də seçilən nomenklaturanı silək. Nöqtə, sahə 1-də nöqtə, получить obyekt. Obyekti əldə edirik. Zapisasının yerinə də sadə bir kod udalить, sil. Baxın bu şəkildə. Gəlin hətta indi yoxlayaq. Bazamızı yeniləyirik. Kod alt sistemi servis start. Buradan gəlin kreslonu silək. Seçirik kreslonu. Nomenklaturanı silmək. Baxın vurdu. Keçək nomenklatura siyahısına. Kreslo yox, versiya yox. Gəlin bu kreslo 2-ni də silək. Qaydaq bura. Hal-hazırda kreslonu sildik. Kreslo 2-ni də silək. Fikir verin. Yəni yeniləyək siyahını. Gördünüz? Yoxa çıxdı. Eyni qaydada gəlin divanı da hətta silək. Keçək start. Divanı da götürək. Divan. Nomenklaturanı sil. Keçək artıq. İndi yeniləsəm buranı. Yeniləmək üçün еще. Bu da обновить. Görürsünüz kreslo da getdi. Divan da getdi. Sil divan. Beləliklə məncə bu qədər kifayətdir. Yəni istinad tipləri ilə də işləməyi öyrəndik. Yəni proqram kodu vasitəsilə obyekti yaradıb, sonra mövcud olan obyekti götürüb içində olan məlumatları, yəni dəyərlərini dəyişə bildik, hətta silməyi də öyrəndik. Digər naytipa naminavaniya metodu. Burada çoxdur funksiyalar. Əslində naytipa kodu var, naytipa rekvizitu. Yəni metodlar çoxdur. Yavaş-yavaş keçəcək. Ən azından bu gün öyrəndik ki, istinad tipi nədir? Yəni hər hansı bir konfiqurator ağacında olan obyektlərə bir növ istinad edən, ссылка, onun ünvanını saxlayır. Yəni obyektin özü yox, onun məlumatları, yəni hətta bu rekvizit bölməsindəki qeyd etdiyim, biz bura istinad tipi seçən kimi görürsüz, sahə 1 artıq onun qarşısında ulduz üstəgəl işarəsi var. Görürsüz, stroka tipində yoxdur, rəqəm tipində yoxdur, bulivada yoxdur. Əgər tip spravçnik ссылкадırsa, istinaddırsa, onda artıq həmin obyektin, yəni indi bizim halımızda nomenklaturadır, bütün rekvizitlərinə, məlumatlarına müraciət edə bilər. Proqram kodu vasitəsilə də həmin istinad olunan elementi, sahəni seçdikdə də, misal üçün burada получить obyekt vasitəsilə obyektin özünü əldə edirik. Mənimsədirdik hər hansı bir dəyişənə. Ya içərisini dəyişə bilirdik, qiymətini, adını fərq etmir. Sonra da bazada yaddaşa vurdu və yaxud da silmək üçün də istifadə edirik. Silməyi də öyrəndik. Qeyd etdiyim kimi nəzərinizdə olsun ki, bütün bu yazdığımız nomenklatura ilə bağlı kodlar həm müəssisəyə də keçərlidir, eyni şəkildə həm də şöbə və digərləri üçün. Bütün spravçnikdə olan obyektlər üçün keçərli kodumuz. Bu qədər. İnşallah videonu bitirirəm. Həmişə olduğu kimi sizlərdən videonu bəyənməyi, kanala abunə olmağı, videonun şərh bölməsində sualınız, iradınız, rəyinizi bildirməyinizi istərdim. Sağ olun, uğurlar.